özüm yani 50 yaşında futbol oynadığım için yani 53 yaş derdim ki o kadar çok yaş değil. Hatta ben derdim ki Kurban bugün yani istese bir müddet çıkıp futbolla oynayabilir. Bugün Kurban'ın futbolda olmasının bir məşq kimi indi mənimlə adı bağlanılırsa ama biraz belki de obrazlı şekilde diyeyim. Bu seviyedeki Kurbanov biz Musa Kurbanov olmasaydı, onun hayatında Musa Kurbanov seviyesinde kardeş olmasaydı ne bir futbolcu kimi hatta derdim məşq kimi bu seviyeye yani çatabilmezdi. Kurban'ın 15 yaşı vardı, Musa'nın 21 yaşı ve 22 yaşında başladı çempiyonata. Musa'ya göre Kurban da geldi, 15 yaşında başladı futbola ve 16 yaş gelen kimi de elə birinci ili de elə esas komandada yani oyuna çıktı. Bunu desən heç yerə deməm. Bir Kurbanın özündən bir dedim çox. Deməli, rəhmətli anası Güləbatın xalı. Allah öyle zəhmət. Yəni bir dəfə indi o vaxt atası evində köhnə biz tez-tez gedib gəlirdik. Bir dəfə dedi ki, bəs uşağım deyəsən Kurbandan nəsə çıxacaqdı. Bizim Ləhçə ilə belə bir deyilir. Deyir, ha bu Kurbandan deyəsən nəsə çıxacaq. Dedim, niye belə deyirsiniz? Deyir, 2 gün bundan qabaq gördüm, deyir, gece yuxuda danışır. Dedim, yəqin də nəsə istəyirdi. Sonra gördüm, deyir, yuxudadır. Sonra gördüm ki, o birisi gün yenə danışdı. Gedib görürəm ki, qulaq asıram, deyir, pas, vur, ötür. Biz bayaq söhbət elədik ki, bu adam 15-16 yaşına gəlib birdən-birə. Yəni, bu episodu ne deyirəm? Yəni, bu adam, Kurban, yani futbol o kadar bağlıydı, o kadar istəyirdi ki futbolcu olsun. Məşqdə yaşadıklarını gece gedib yuxuda fikirləşib, yuxuda da yaşayırdı. Elə bir ki o uşaq futbolunda o itirdiği vaxtları gece yuxularında hardasa kompensasiya eləyirdi. Və hətta rəhmətlik çox belə de bir nurani, bir ruhani bir anası vardı. Elə bir ki, hətta mən Qurbana dedim, sənin xeyirdan o səviyyədə verilib ki, sen doğrudan da bu seviyeye çatmanın esas sebepkarı ile sen yani bayaq biz Musa'nın da adını çəkdik. Yəni hücumçu kimi hazırlaşırdı ama maraqlı bir epizod diyeyim gəlişi ilə bağlı. İlk oyunda Kurban sol kenar müdafiəçisi kimi oyuna çıxıb. Belki de çox üçün maraqlı olacaq. Bunun səbəbi vardı. Bizdə ikinci bir hücumçu vardı. Musa Kurban'la birlikte. Ve hemen anda böyle bir fikir, ideya başıma geldi ki, mesela ikinci hücumçunun ben sol kenar müdafiəçisi yerində oynadım. Güclü hücumçumuz idi. Ama Kurban'ın Musa ile birlikte hücumda oynadım. Ancak ben belki oyuna tapşırıq verəndə, bunu ben ikinci hücumçu deyəndə əvvəl razılaşdı, sonra etirazını bildirdi ki, yox, ben indiyə kimi hücumda oynayayım, ben onda heç oynamıram. Ve formasını qoydu, getdi. Ve ben aynı olarak, ola bilsin bir məşq kimi mənim təcrübəsizliyim oldu o vaxt. Mən əvvəlcədən həmin hücumçunu tam hazırlamalıydım. Ben bunu birbaşa dedim ki, fikirləşməyə çox da vaxt olmasın. Xarakterini bilirdim, etiraz edə bilərdim. Ama əvvəl razılaşdı, sonra yox dedi. Ve ben artık belki de qeyri-adi bir hərəkət elədim. Həmin anda o ikinci hücumçunu oynatmaq istədiyim mövqeyə Qurbanın özünü koydum. Sol kenar müdafiəsi. Oynarıq Metallurq Gəncə ilə. Ve həmin oyunun en yaxşısı Qurban oldu. Birinci oyunu ve bir mənalı şəkildə həmin oyunda 2 gol götürməsi verildi. Yani Qurbanın həmin mövqedəki oyunu olmasaydı biz həmin oyunu yəqin ki uda bilməyəsiydik. Belki yəqin Qurbanın yadındadır həmin oyunda ilk oyunda sol kenar müdafiəsi kimi çıxması. Ama təbii ki yani hücumçu kimi özünü görürdü. Hücumçu kimi planları, fikirləri vardı. Ve biz de o istiqamətdə onu hazırlayırdıq. Ama belə bir epizod indi yadıma düşdü. Yani futbolda ilk adımı, yani bugün hamının hücumçu kimi tanıdığı Qurbanov sol kenar müdafiəçisi mövqeyində futbola başlayıb ilk adımı belə atıb. Söhbət məndən gedirsə, mən sadəcə daha çox futbolu Qurbana sevdirə bildim. Qurban hiss elədi ki, yani belə doğru bir ələ düşüb. Gürcan konserv zavodunu deyəsən, direktorun oğluydu, klubun rəhbəriydi. Deməli, onlar gəlmişdi Qurban üçün. Qurban onda yığmaya namizəd idi, artıq yığmaya namizəd olmuşdu və gəldilər, yəni Qurbanı istəyirdilər.
O vaxt Qurbanov tək hərəkət eləmirdi. Qurbanla birlikdə Musa hərəkət edirdi. Qurbanla Musa'nın futbolçu karyerası qurula bilər. Və mən buna yox deyə bilməzdim. Həm də özlərinin futbolçu kimi inkişaf eləməsi, orada deyək ki, səhv eləmirəmsə Otar Qabelə işləyirdi komanda ilə. Gürcü futbolçuları vardı. Ümumiyyətlə Gürcü futbolçu biz arada yoldaş görüşləri keçiririk. Onların ümumiyyətlə futbola münasibəti mənim xoşuma gəlirdi və ona görə və çox da demək olar heç bir tərəddüd eləmədən, yəni razılıq verdim ki, getsinlər həm Musa Qurbanov, həm Qurban Qurbanovun bir insan kimi xarakteriz eləsək, onların bir güclü bir liderlik xarakterinə malik olmasını qeyd eləmək istərdim. Məhz bu, yəni olduğu yerlərdə özlərini təsdiq eləmək. Yəni biz burada boş yerə deyilik. Yəni üzgün halını deyim, Gülabazın xalanın rəhmətə getməsindən çox təəssüf elədi ki, bir neçə ildə qalsaydı. Qurban işinin çoxluğu ilə bağlı indi son zamanlar xəstə idi, daha çox Musa məşğul olurdu, tez-tez gəlirdi, aparırdı. Təbii ki, indi Qurban da proseslərdə iştirak edirdi, amma indi oyunlar, səfər oyunları belə, yəni yanında çox ola bilmir. Futbolla bağlı əgər deyiriksə, bugün o qədər futbolumuzun problemi içində onları yaşadığı üçün belə tam sevindiyi yadıma gəlmir. İçində bir təlatüm var ki, mən nəsə eləməliyəm, amma elə bil ki, bunu hansısa bir səbəblərdən, yəni ətrafdakı amillərə görə çatdıra bilmədiyi üçün içində ona bir narazıçılıq var. Ona görə deyim ki, yəni bəzən çox vaxt hamı görür ki, məsələn Qurban o qədər də hətta komanda Çempionlar Liqasının oyunlarını odur. Elə bir belə də olmalı, çox sakitcə. Onun təbii halı deyim. Bəzən mənə deyir ki, Şaban, nəyə ehtiyacım nədir? Deyirəm ki, mənim sənə köməyim o olar. Bu frazadan istifadə edir ki, səni daha az narahat edeyim. Yəni sən böyük işlər görməlisən. Sən uğur qazan, mənə köməkdir məsələn. Məni görən kimi deyirlər, hə, Qurban belə, Qurban elə, artıq mən bunu istəyirəm. Doğrudan da biz qorumalıyıq Qurbanın bir tərəfdən. Məhki iş elədir ki, o qədər bəzən təzyiq olur, o qədər gərginlik olur. Yəni, mən bunu arzu eləyərdim ki, yəni, hamımız anlayışdan yanaşaq ki, Qurban daha yaxşı və daha böyük işlər görsün və buna inanıram. 70-ci illərdən sonra bilirsiniz ki, yəni, burada mənim stolüstü kitabımda Yunus Mixelis'in kitabı var. Çünki total futbolu artıq bizə müasir şəkildə çatdıran şəxsdir və dünya futbolunun simasını dəyişən şəxsdir, düşünürəm ki, Cruyff'dir. Onun yetirməsi olub. Yəni, burada müqayisə edeyim ki, hətta mən bu kitabdan birisini mən Qurbana hədiyyə eləyəndə, Qurban dedi, belə bir yazı yazmışdım ki, Johan Cruyff dünya futbolunun simasını dəyişdirdi. Qurban Azərbaycan futbolunun simasını dəyişdi. Yəni, bu ilə razılaşarıq yəqin. Artıq yəni Azərbaycanda futbolun inkişaf səviyyəsini nəzərə alsaq, bəlkə də başından bir tutulan şeylərə belə bir səviyyədə Qurban Qurbanov və Qarabağın çıxışlarına görə bizdə də futbol var deyə bilirik. Musa Qurban mənim həyatda bir mənalı şəkildə tək futbolda yox belə. Bugün elə məsələlər var, özünə deyilən qəbul eləmir. Mən özüm artıq Qurban Qurbanovda nələrsə öyrənirəm, bu da normaldır. Mən bir yerdə bunu işlətdim bu ifadəni ki, Qurban Qurbanov və Musa Qurbanov həm də mənim arzularımı gerçəkləşdirən şəxslər kimi həyatımda əhəmiyyət kəsb edir. Neftçidə oynamaq imkanım yaranmışdı. O vaxt Panamario'dan qeyd elədim kimi Mixailevski'nin birlikdə əvzedici heyətə mən dəvət almışdım. Onda 16 yaşım vardı. Amma bu gerçəkləşmədi. Amma təbii ki, bu arzumu Qurbandan qabaq birinci Musa həyata keçirdi. Musa haqqında bunu deməmək mümkün deyil. Musa SSR dönəmin neftçisində oynamış yeganə Zaqatalalıdır. Bəlkə də bunu faktı bilmirdiniz. Düzdür, Qurban ondan sonra daha böyük uğurlar qazandı. Amma SSR dönəmində o vaxt neftçi düşmək çox çətin idi. Musa Qurbanov 22 yaşında futbola başladı. 3 ildən sonra bu adam neftçinin əsas heyətinin, neftçinin heyətinə düşdü. Yəni unikal bir göstəricidir və razıyam. Mənim də özümün arzusu idi neftçidə oynayayım. Sonra deyək ki, daha böyük komandalara məşqçi işləyim, hətta yığma komanda. Bunları gerçəkləşdikləri üçün hər ikisindən minnətdaram və buna sevinirəm. Belə deyir, müdürlük yaşla gəlir, belə bir şey var. Belə bir fikir də var. Azərbaycan futbolunun Qurban Qurbanov müdürlüyünə də daha çox get-gedə ehtiyacı olduğu üçün onun yaşlaşması mən o qədər də narahat eləmir. Qurban Qurbanovun potensialını bildiyim üçün daha böyük işlər görə bilər. İnanıram ki də görəcəkdir. Amma
Bizim ona yanaşmamız bir qədər düzgün olmalıdır. Yəni biz ona kömək eləməliyik. Nə mənada ki, sadəcə mane olmamaqla kömək eləyək, yəni öz işini görə bilsin.